Gününüz xeyirli olsun dəyərli izləyicilər. Bir vacib xəbəri diqqətinizə çatdırıram. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-sində İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müçtəba Dəmirçilunun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı İran prezidenti ilə dünən telefon danışığını və Məsud Pezeşkiyanın Azərbaycana səfəri zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb. Bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Məsud Pezeşkiyanın ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qəbul olunub. Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək bu gərginliyi qınadığını vurğulayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirib. Müçtəba Dəmirçilu İranın ali rəhbərliyinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb. Səfir Azərbaycan-İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd edib. O İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirdiyini vurğulayıb və buna görə də təşəkkürünü çatdırıb. Səfir qeyd edib ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz. Azərbaycan dövləti buna heç zaman imkan verməz.